Eləcə də günahların aqibəti insanın öz qəlbində bir zülmətin yaranmasıdır. İnsanın bu zülməti onun gözlərinə də vurması, hətta üzünə vurması, gözlərinin rənginin dəyişməsi, üzünün qaralmasına kimi aparır. Bu zülmət o qədər çoxalır ki, o insanı bidətlərə, zəlalətlərə özü də istəmədən həlakə aparır. Sanki qaranlıq gecədə gedən bir kör kimi. Və bu günahlar insanın zülmətin üzünə vurur. Abdullah ibn Abbas radiyallahu anh buyurur ki, xeyir işlər üçün insanın üzünə bir işıq vardır. Qəlbində bir nur vardır. Ruhusunda genişlik, bədənində bir güc-qüvvət vardır. Eləcə də insanların qəlbində ona qarşı məhəbbət vardır, xeyir işləri edənlər üçün. Amma pis iş edənlər üçün onun qəlbində bir qaraltı vardır. Onun üzündə bir qaraltı vardır, qəlbində bir zülmət vardır. Onun bədənində bir zəiflik, ruhusunda sıxıntı vardır. Eləcə də insanların qəlbində ona qarşı nifrət yaradır.